Bugün sizlərə təqdim edəcəyimiz BOCD10DV/W və BOCD10DV/B model paltar qurudanının istifadə qaydasını təqdim edəcəyik. İtalyan zərifliyi ilə formalaşan bu model, paltar qurudan olduğunu gizlədən incə dizayna malikdir. Bu videoda isə biz onu yalnız görünüşü ilə deyil, funksiyaları və istifadə imkanları ilə də yaxından tanıyacağıq. Yeni nəsil inverter mühərrik sayəsində cihaz səssiz, səmərəli və uzunömürlü işləyir. Fırçasız texnologiya həm enerji sərfiyyatını azaldır, həm də dayanıqlılığı artırır. İdarəetmə panelində isə hər parça növü üçün hazırlanmış 12 fərqli proqram yer alır. İndi proqramları ardıcıllıqla nəzərdən keçirək. Qurutma proqramlarını seçmək üçün proqram düyməsinə toxunuruq. Mixed proqramı pambıq və sintetik parçaların qarışıq şəkildə qurudulması üçün nəzərdə tutulmuş proqramdır. Maksimum 4 kiloqram yükləmə üçün uyğundur. Qurutma müddəti 1 saat 30 dəqiqə təşkil edir. Bu rejimdə qırışmaya qarşı anti-kriz funksiyasını aktivləşdirmək mümkündür. Eyni zamanda bu proqramda quruluq səviyyəsini seçmə imkanı mövcuddur. Seçilən səviyyədən asılı olaraq qurutma müddəti dəyişə bilər. Cotton proqramı pambıq parçaların qurudulması üçün nəzərdə tutulmuş proqramdır. Maksimum 10 kiloqram yükləmə üçün uyğundur. Qurutma müddəti 2 saat təşkil edir. Bu rejimdə qırışmaya qarşı anti-kriz funksiyasını aktivləşdirmək mümkündür. Bu proqram quruluq səviyyəsi seçimini dəstəkləyir. Wool proqramı yun parçaların zərər görməməsi üçün aşağı temperaturda qurudulma proqramıdır. Maksimum 1 kiloqram yükləmə üçün uyğundur. Proqramın müddəti 2 saat təşkil edir. Towels proqramı dəsmallar, xalatlar və qalın pambıq tekstillər üçün nəzərdə tutulub. Maksimum 5-6 kiloqram yükləmə üçün uyğundur. Qurutma müddəti 1 saat təşkil edir. Bu proqram quruluq səviyyəsi seçimini dəstəkləyir. Underwear proqramı alt geyimlərin gigiyenik və zərif şəkildə qurudulması üçün nəzərdə tutulmuş proqramdır. Maksimum 3 kiloqram yükləmə üçün uyğundur. Qurutma müddəti 1 saat təşkil edir. Bu rejimdə qırışmaya qarşı anti-kriz və quruluq səviyyəsini aktivləşdirmək mümkündür. Kidswear proqramı körpə və uşaq pambıq geyimlərinin zərif və təhlükəsiz şəkildə qurudulması üçün nəzərdə tutulmuş proqramdır. Maksimum 1 kiloqram yükləmə üçün uyğundur. Qurudulma müddəti 1 saat təşkil edir. Bu rejimdə qırışmaya qarşı anti-kriz funksiyası mövcuddur və geyimlərin daha az qırışması üçün istifadə edilə bilər. Bu proqram quruluq səviyyəsi seçimini də dəstəkləyir. Down proqramı şişmə gödəkçə və yorğanların formasını qoruyaraq bərabər və effektiv şəkildə qurudulması üçün nəzərdə tutulmuş proqramdır. Maksimum 1,5 kiloqram yükləmə üçün uyğundur. Qurutma müddəti 1 saat 15 dəqiqə təşkil edir. Bu rejimdə qırışmaya qarşı anti-kriz funksiyası mövcuddur və geyimlərin formasını qorumağa kömək edir. Həmçinin quruluq səviyyəsini də seçə bilərsiniz. Cins proqramı cins geyimlərin qalın toxumasını nəzərə alaraq effektiv və balanslı şəkildə qurudulması üçün nəzərdə tutulmuş proqramdır. Maksimum 4 kiloqram yükləmə üçün uyğundur. Qurutma müddəti 1 saat 30 dəqiqə təşkil edir. Bu rejimdə qırışmaya qarşı anti-kriz funksiyası mövcuddur və geyimlərin formasını qorumağa kömək edir. Həmçinin quruluq səviyyəsini də seçə bilərsiniz. Sportswear İdman geyimlərinin parça quruluşunu qoruyaraq zərif və effektiv şəkildə qurudulması üçün nəzərdə tutulmuş proqramdır. Maksimum 3 kiloqram yükləmə üçün uyğundur. Qurudulma müddəti 1 saat təşkil edir. Bu rejimdə qırışmaya qarşı anti-kriz və quruluq səviyyəsini aktivləşdirmək mümkündür. Rapid Dry proqramı az miqdarda və yüngül geyimlərin tez bir zamanda qurudulması üçün nəzərdə tutulmuş proqramdır. Qurudulma müddəti cəmi 20 dəqiqə təşkil edir. Bu rejimdə qırışmaya qarşı anti-kriz funksiyası mövcuddur. Time Dry proqramı qısa müddətli və əlavə qurudulma üçün nəzərdə tutulmuş proqramdır. Qurudulma müddəti 10 dəqiqədir. Deodorize, paltarlarda yaranmış xoşagəlməz qoxuların aradan qaldırılması üçün nəzərdə tutulmuş proqramdır. 10 dəqiqə ərzində geyimləri təravətləndirir, yuma tələb etmir. Delay funksiyası qurutmanın başlama vaxtını əvvəlcədən təyin etməyə imkan verir. 24 saatədək gecikdirmə edə bilərsiniz. Time funksiyası qurutma müddətini manual olaraq təyin etməyə imkan verir.
Anti-crease funksiyası paltarlar vaxtında çıxarılmadıqda qırışmanın qarşısını alır. Aktiv olduqda proqram 120 dəqiqəyə qədər uzadıla bilər. Dry level funksiyası paltarların quruluq səviyyəsini tənzimləyir və seçilən səviyyəyə uyğun olaraq qurutma müddətini avtomatik dəyişir. Az quruluq ütüləmək üçün ideal, yüngül nəm qalır. Orta quruluq gündəlik istifadə üçün balanslı seçimdir. Yüksək quruluq geyimlər tam qurudulmuş vəziyyətdə olur. Əlavə quruluq qalın parçalar və dəsmallar üçün uyğundur. Degorming funksiyası paltarları qurudarkən gigiyenik təmizlik təmin edərək bakteriyaların azalmasına kömək edir. Anti-crease və dry level funksiyaları eyni anda basıldıqda qurutma maşınının daxilində işıq aktivləşir. Bu, qaranlıq şəraitdə barabanın içini rahat görməyə imkan verir. Dry level və degerming düymələri birlikdə basıldıqda uşaq kilidi funksiyası aktivləşir və idarəetmənin təsadüfən dəyişdirilməsinin qarşısı alınır. Degerming və proqram düymələri birlikdə basıldıqda düymə səsləri söndürülür, cihaz səssiz rejimdə işləyir. Modelin daxilində ayaqqabıların qurudulması üçün xüsusi quruducu aksesuar da mövcuddur. Qurutma prosesində yaranan su maşının xüsusi qabında yığılır. Mütəmadi olaraq bu qab boşaldılmalıdır. Qurudanın daxilində tiftik yığma hissəsi də mövcuddur. Daha effektiv işləməsi və qurutma performansının qorunması üçün bu hissənin mütəmadi olaraq təmizlənməsi tövsiyə olunur.